Və o söylədi, əgər səhv etmirəmsə, ki, o dedi ki, bəli, onlar üzr istəməyəcəklər, elə deyilmi Hikmət? Bu digər bir təəccüb idi. Sonra mənim köməkçim Hikmət Hacıyev, Prezident Steinmeierin administrasiya rəhbəri ilə əlaqə saxladı. Və cavab nə oldu Hikmət? Mikrofonu yandır, Cənab Prezident, mikrofona danışın. İlkin mərhələdə xanım sədr dedi ki, bu bilərəkdən deyil, bu texniki səhvdir və bu bizim aramızda qalsın, bu üzrxahlıqdır oldu. Amma mən sizdən başqa bir təlimat aldım ki, Azərbaycan təkid edir ki, bu rəsmən ictimaiyyət qarşısında üzrxahlıq verilsin. Və bundan sonra bunu etdi. Təşəkkür edirəm. Bax, bu məsələ belə öz həllini tapdır. Amma onlar bunu əlbəttə ki, bundan çəkinməli idi. Bu tamamilə mənasız bir, əsassız bir addım idi. Mən tamamilə əminəm ki, Prezident Steinmeier bu haqda bildi, mən də onu söylədim, mən ona hörmətlə yanaşıram. İkincisi, şəxsən mən də açığı deyim. Onlar bilmirəm, yəni hansı şəkili qoyurlar. Əgər kimsə mənim şəklimi qoysa və ya başqa şəkil qoysa, kim bununla bağlı günahlandırılmalıdır. Amma əlbəttə ki, istər-istəməz bu üzrxahlıq olmalı idi. Hətta biz bunu xahiş etmədən onlar bunu etməlidirlər.